Dünya Bankının Business Ready B-Ready 2025 hesabatının hazırlanma metodologiyası ölkələrin inkişafını 10 mühüm mövzu üzrə 3 istiqamətdə maksimal 33,33 balla qiymətləndirir. Həmin mövzulardan biri də kommunal xidmətlərlə bağlıdır. Aztelekomdan məlumat verilib ki, ölkəmizin 31,5 balla 101 ölkə arasında 5-ci yerdə qərarlaşdığı əməliyyat effektivliyi istiqaməti 3 faktor üzrə qiymətləndirilib. Bu amillər nələrdir? Canlı bağlantıda olan əməkdaşımız Zeynəb Nadirova xəbər verəcək. Hər vaxtın xeyirli olsun Zeynəb, buyur, eşidək səni. Gülşən, hər vaxtın xeyir olsun. Bir xəbəri izləyicilərin diqqətinə çatdıracaq ki, artıq ilkin detallı sən vurğuladın. Dünya Bankı Business Ready 2025 üzrə hesabatını hazırlayıb və layihə çərçivəsində kommunal xidmətlər hissəsi də olub və bu kommunal xidmətlərlə bağlı qeyd eləyək ki, Azərbaycan 101 ölkə içərisində 5-ci yerdə olub və təbii ki, Azərbaycanda internet, rabitə infrastrukturu getdikcə inkişaf eləyir və yüksək sürətli internetlə bağlı da yeni xəbər var və təsərrüfat sahələri 13 dəfə artıb və qeyd olunur ki, 3 milyon olub. Bundan əlavə artıq vətəndaşların bir sıra xidmətlərə əlçatanlığı da artıb. Digər məlumatlar da var. Bu istiqamətdə məlumatları isə elə Aztelekom MMC-nin şöbə müdürü Ayaz Əhmədovla birgə çatdırmağa çalışacağım. Daha dəqiq desək, müştərilərlə əlaqələr departamenti, xidmətlərin monitoringi, keyfiyyətə nəzarət və hesabatlılıq şöbəsinin müdürü Ayaz Əhmədov. Buyurun Ayaz bəy, Azərbaycanın bu uğuru ilə bağlı, eyni zamanda ümumiyyətlə internet sistemi ilə bağlı məlumatları sizdən alaq. Salam, xoş gördük. Qeyd etmək istəyirəm ki, Dünya Bankının Business Ready 2025 hesabatının hazırlama metodologiyası inkişaf üçün nəzərdə tutulan 10 mühüm mövzu ilə hesablamalara əsaslanır. Onlardan biri də kommunal xidmətlərdir. Kommunal xidmətlər mövzusuna internet də alt indikator olaraq daxil edilir. Azərbaycan kommunal xidmətlər sayəsində xüsusilə də internet xidmətləri üzrə yüksək nəticə əldə edib. Ölkəmiz internet xidmətlərinin əməliyyat effektivliyi üzrə 101 ölkə arasında 5-ci yerdə qərarlaşıb. Azkon Holding şirkətlərindən olan Aztelekomun əsas operatorlarından biri kimi çıxış etdiyi onlayn Azərbaycan mega layihəsi çərçivəsində ölkə üzrə telekommunikasiya infrastrukturu yenilənib və dayanıqlı internet xidmətləri genişləndirilib. Nəticədə ölkədə sabit geniş zolaqlı internetlə əhatə tam qurulub, yüksək sürətli internetə çıxışa olan təsərrüfatların sayı 13 dəfə artaraq 3 milyona çatıb. Görülən işlər nəticəsində internet xidmətlərinin keyfiyyət və etibarlılığı artırılıb, əməliyyat prosesləri sadələşdirilib və xidmətlər istifadəçilər üçün daha əlçatan edilib. Bu da Dünya Bankının Business Ready hesabatında Azərbaycanın əməliyyat effektivliyi üzrə yüksək mövqeyinə birbaşa təsir göstərib. Təşəkkür eləyirəm və təbii ki, Azərbaycanın bu uğuru ilə bağlı sizi də təbrik eləyirəm. Bəli, Gülşən, artıq internet, kommunal xidmətlərlə bağlı Azərbaycanın əldə etdiyi uğur və artıq bu sahədəki imkanlarla bağlı detalları izləyicilərin diqqətinə çatdırdıq. Qonağımsa elə Aztelekom MMC-nin şöbə müdürü Ayaz Əhmədov idi. Elə burada da yekunlaşdırıram Gülşən, söz yenidən səndə. Təşəkkürlər Zeynəb, ətraflı məlumat üçün. Digər məlumat